Mən istəmirəm sənin qurmaq istədiyin ailədə hansısa qadın çıxsın televizorda desin ki, mənim ərimi əlimdən alır. Bunları istəmirəm eşidim. Çünki minlərlə qadınlar var, İmam nigahı ilə yaşayırlar, dünyaya uşaq da gətirirlər. Amma onların yaşadığı kişilərin xanımları televizorda çıxıb danışmırlar. Mənim Saidəyə sözüm o idi ki, Saidə, sən görürsən ki, əgər sənin bu yaşadığın, bu adamın həyat yoldaşı, anası çıxır televizorda danışırsa, bu 10 il bundan əvvəldən söhbət gedir. Bəli, bilirəm. Sən bunu qabağına al, bir şey elə ki, danışmasan. Çünki sənin uşağın böyüyür, artıq sənin uşağın var. İndi bir ildir artıq gediblər, yəni dövlət səviyyəsində zaksa gediblər, hökumətimizin qanunları var çünki. Nə yaxşı ki, xoş halına, çox gözəl. Amma bunun yaşadığı o insan intriqa ilə qidalanan insandır. O Saidəni öyrədir, Saidəni öyrədir. Mən sənə bir söz edeyim. Saidənin anası, bax Saidə o gün deyirdi ki, anam uşağımı görməyib. Külliyən yalandır. Saidə kilo yarımlıq uşaq doğmuşdur. Məncə bağda saxlayıb. Bəli. Mənim atamın bağında o kilo yarımlıq uşağı bacım Sədaqət, bəli, bacım Sədaqət Ətəcana gətirdi. 2-3 ay Sədaqət xanım ona baxıb. Rafael əmoğlu gəlirdi, deyirdi ki, Sədaqətin pis şəkəri var. Deyirdi ki, Sədaqət, sənin şəkərin düşəndə özündə olmursan. Sədaqət oturur, onu mütləq müdaxilə etmək lazım. Birdən uşaqla tək olarsan. Bunlar da qoyurlar uşağı, gedirlər. Sutkalarla yoxdurlar. Tək olarsan, uşaq əlindən düşər. Sənə də bir şey olar. Çox çətindir bir Rafael çox buna qarşı çıxırdı. Amma Sədaqət deyirdi, Rafael, neyinin bəs o tərəfdən qəbul eləmirlər. Buradan da Saidə restoranlara gedir, oxuyur, səhnəyə çıxır. Bunlar çalışırlar 5-10 manat çörək pulu qazansınlar. Ona görə mən baxım ki, bunlar rahat geçsinlər. Amma mənim özümün gördüyüm kimi gəlirdim, gördüm, heç biri yoxdur. Ya yuxarıda yatıblar, Sədaqət baxır, çimdirirdi uşağı hər gün. Ətəcana gətirir. Bugünə qədər Sədaqət xanım Saidənin adı gələndə hönkür-hönkür ağlayır. Və Saidəni o yanındakı intrigant əri dediyi adam yaxın buraxmır. Anasına yaxın buraxmır. Nəinki anasına. Mənə maraqlıdır o ki, Saidə o qədər düzgün, belə yaxşı qızdır da. Mən Saidə demək istəyərdim ki, Saidəçka, sən deyəndə ki, anam məni saymır. Anam mənim uşağımı belə görməyib, istəmir görməyib. Axı sən bilirsən ki, anam zəng elədi sənə, dedi, Saidə, sənə gözəl bijuteriyalar almışam. Və sənin yanındakı o adam, indi ərin dediyim adam, götürdü telefonu, dedi ki, sənin ayaqlarını qıraram, bizə gəlsin. Bunu sənin anaba deyib. Və sənin anan bu sözdən sonra necə sənin evə gələ bilər? Gəlib daşqalaq edib, qapını sındırıb girməlidir? Əlbəttə ki, yox. Və sən Saidə bunu bilirsən. Amma o adam səni öyrədir, gündəm yaratmaq üçün siz Azərbaycan xalqını niyə aldadırsınız? Siz Yusuf Dadaşovun, Məlik Dadaşovun, Səlman Dadaşovun, Süleyman Dadaşovun familiyasını niyə qaralamaq, ləkələməyə hər dəfə çalışırsınız? Axı siz məni niyə danışdırsınız axı?